Bir zamanlar Azərbaycan teatrına xidmət etmiş sənətkarların bəziləri artıq çoxdan unudulub. İndi onlar ailə üzvlərinin, doğmalarının xatirəsində yaşayır. Bəlkə də heç sənət yoldaşlarının yadına belə düşmürlər. Onlar unudulmağa məhkum olundular. Bugün belə bir sənətkarlardan biri haqqında danışacağam. Azərbaycanın xalq artisti Əjdər Sultanov. Əjdər Sultanov 1909-cu il yanvar ayının 10-da Bakıda anadan olub. Onlar əslən Fatmiyə kəndindəndirlər. Atası Əlabbas Sultanov, anası Raziyə xanım. Əlabbas kişi ticarətçi idi. Eyni zamanda da çox imkanlı insan olub. Ərəb, Rus, Alman dillərində sərbəst danışa bilirdi. Anası evdar qadın. Raziyə xanım İçəri şəhərli Hacı Rızaqulu Rəhimovun qızı idi. Əjdər Sultanovun ata-babası Hacı Salman Bakıda çox hörmətli şəxsiyyətlərdən biri olub. Əlabbas Sultanovun Palıxın küçəsində 3 mərtəbəli mülkü vardı. Övladlarının hamısı həmin mülkdə dünyaya gəliblər. 20-ci illərdə mülkü onun əlindən alırlar və Əlabbas kişi Mərdəkandakı bağına köçür. Amma burada da rahatlıq tapa bilmir. Bir neçə il sonra həmin bağ da müsadirə olunur. Əjdərgil ailədə 6 qardaş, 5 bacı olublar. İbrahim, Əlisəttar, Kitabulla, Əjdər, Allahverdi, Kamil, Züleyxa, Suğra, Məryam, Mənzər və Sara. Onun böyük qardaşı İbrahim 14 yaşında Qızılcadan vəfat edir. Qardaşının ölümündən bir müddət sonra Sultanovları daha böyük bir faciə gözləyirmiş. 1924-cü ildə Əlabbas kişinin mülkündə yanğın baş verir və alov o qədər güclü olur ki, bir anın içərisində bütün otaqlara yayılır. Hər kəsi evdən çıxarırlar. Qarışıqlıqdan elə bilirlər ki, artıq evdə heç kim qalmayıb. Sən demə, ailənin ikinci övladı Züleyxa 3-cü mərtəbədə öz otağında yatıbmış. Və o oyanır, alov da aşağı mərtəbədən başladığına görə o qaçmaq istəyir, amma bacarmır. Züleyxa qorxudan deməli, otağın divarına qısılır və elə oradaca yanaraq ölür. Alovu söndürəndən sonra deməli, qalxırlar, görürlər 3-cü mərtəbədə Züleyxa yanaraq kül olur. Kamil isə Böyük Vətən müharibəsində itkin düşür. Əjdərin 2 bacısı Məryam və Mənzər həkim idi. Əlisəttar Sultanov isə Azərbaycanda ilk patolog anatomlardan biri olub. Bəlkə də elə birincisi olub. Sultanovlar ailəsində indi də istedadlı insanlar var. Onlardan biri də bizim hamımızın tanıdığı aparıcı Leyla Quliyevadır. Əjdər Sultanov evlərinin yaxınlığındakı orta məktəbdə oxuyur. O məktəb deməli Permanski və Palıxın küçələrinin kəsişməsində yerləşirdi. Sonralar ora 29 nömrəli məktəb adlandırıldı. İndi də həmin bina var, o 2 mərtəbəli binadır. Amma səhv etmirəmsə məktəb kimi fəaliyyət göstərmir. O hələ orta məktəbdə oxuduğu illərdə bibisi oğlu Ələsgər Ələkbərovla Əbilov klubundakı dram dərnəyinə yazılır. Hər ikisinin elə uşaqlıqdan aktyor olmaq arzusu vardı. Orta məktəbi bitirdikdən sonra 1926-cı ildə Bakı Teatr Texnikumuna qəbul olur. Elə həmin ildə də Türk İşçi Teatrında işə düzəlir. 1929-cu ildə texnikumu bitirir. 1932-ci ildə onu Kirabat Teatrına göndərirlər. Bir müddət burada işlədikdən sonra 1937-ci ildə Bakıya qayıdaraq Opera Teatrında işləyir. 1939-cu ildən ömrünün sonuna qədər dram teatrında fəaliyyət göstərir.
Əjdər Sultanov dram teatrının səhnəsində bir-birindən bənzərsiz obrazlar yaradıb. Bunlardan Od gəlinində Qorxmaz, Aydında Surxay, Qaçaq Nəbidə Vəli, Otelloda Yago, Almazda Hacı Əhməd, Dönüşdə Qüdrət Arslan, Xanlarda Mamuliya, İnsanda Şahbaz, Xosrov və Şiirində Xosrov, Şərqin Səhərində Bəhruz, Eşq və İntiqamda Çingiz, Dumanlı Təbrizdə Bağırxan, Şeyx Sənanda Dərviş, Pəricaduda Qurban, Bahar sularında Zəfər, Atayevlər ailəsində Xosrov Atayev, Nizamidə Munis, Məhəbbətdə Kərim, Oqtay Eloğluda Şahqulu və digər tamaşalarda özünə məxsus rollar oynayıb. Teatrla yanaşı həm də radioda müxtəlif tamaşalarda çıxış edir. 1938-ci ildə Moskvada keçirilən dekadada o, Koroğlu operasında Alı kişini oynayır. Bilirsiniz ki, bu opera Üzeyir Hacıbəyovun taleyini həll edirdi. Əgər opera Stalinin xoşuna gəlməsəydi, Hacıbəyov həbs olunacaqdı. O zamanlar Üzeyir Hacıbəyovu həbs etmək üçün əlindən gələni edən bizim qeyri-Azərbaycanlı olan NKVD işləyən əməkdaşlar vardı. Onlar nə olur olsun Üzeyir Hacıbəyovu həbs etmək istəyirdilər. Və burada Mirzəfər Bağırov bizim böyük bəstəkarımızın xilaskarı olur. Bağırov əlindən gələni edir ki, Üzeyir Hacıbəyov həbs olunmasın. Bəzən videolarda, yazılarda qarşıma çıxır. İnsanlar Mirzəfər Bağırovu qınayırlar. Əsasən də 1937-ci il repressiyasında onu günahlandırırlar. Əslində Bağırovu ittiham etmək bir qədər ədalətsiz olardı. Çünki o repressiyalar təkcə Azərbaycanda, Bakıda aparılmırdı. SSR-nin bütün respublikalarında, Ukraynada, Belarusda, Rusiyanın özündə, Qazaxıstanda və digər ölkələrdə də bu repressiyalar aparılırdı, insanlar həbs olunurdu. Bağırov onun qarşısını ala bilməzdi, aciz idi. Çünki o zamanlar bu repressiyaların başında dayanan Yejov idi. Hətta Bağırovun özünü belə 37-ci ildə həbs edirlər, ev dustaqlığına salırlar. Beriyanın köməkliyi ilə o azad olunur. Amma Mirzəfər Bağırov bacardığı qədər Azərbaycan şairlərini, yazıçılarını xilas etməyə çalışdı. Onlardan Səməd Vurğun, Mir Cəlal, Süleyman Rəhimov, Süleyman Rüstəm və s. İndi bir anlıq təsəvvür edək. O dövrdə bu ölkəyə rəhbərlik edən qeyri-Azərbaycanlı olsaydı nə baş verərdi? Səməd Vurğunları xilas etmək mümkün olardımı? Yox. Və Azərbaycan mədəniyyəti, musiqisi hansı vəziyyətə gəlib düşərdi? Bağırovu ittiham edən insanların çoxsu elə Qasım kişinin çayxarasında gününü keçirdənlərdir. Və onlara dəstək verənlər də elə o kütbeyinlərdir ki, bilmədən insanı ittiham edirlər. Əgər Bağırov Üzeyir Hacıbəyovu xilas etməsəydi, Tofiq Quliyevlər, Soltan Hacıbəyovlar, Qara Qarayevlər, Fikrət Əmirovlar, Ağabacı Rızayevlər, Şəfiqə Axundovalar və s. onlar yetişərdilərmi? Xeyr. Və Mirzəfər Bağırov bacardığı qədər insanları repressiyadan qurtarmağa çalışdı. Üzeyir Hacıbəyov da bilirdi ki, onun taleyi bu operadan asılıdır. Ona görə də zərgər dəqiqliyi ilə aktyor seçimini etmişdi. Və Alı kişi rolunu Əjdər Sultanova verməkdə yanılmadı. Əjdər Sultanov bu rolu böyük məharətlə canlandırdı. Və tamaşa qurtarır. Stalin o qədər bəyənir ki onların oyununu və qalxır səhnəyə bütün aktyorlarla şəxsən əllə görüşür və onlara öz təşəkkürünü bildirir. Alı kişi roluna görə Əjdər Sultanov şərəf nişanı ordeni ilə təltif edilmişdir. Əjdər Sultanovun filmoqrafiyasına gəldikdə isə o cəmi 2 filmə çəkilir. 1930-cu ildə Lətif filmində Hacı Səmədin oğlu, 1942-ci ildə Bəxtiyar filmində, bu qısa metrajlı filmdir və burada Alman əskərini oynayır. Əjdər Sultanov 40-cı illərdən teatrla yanaşı həm də institutda müəllimlik edirdi. Və ola bilsin ki, onun iş qrafikası və vaxtın azlığından filmlərə çəkilə bilmədi və çox təəssüf ki, çəkilə bilmədi. Ona görə də ən azından heç olmasa tamaşaçılar onu filmlərdə görüb tanıya bilərdilər. Məsəl üçün, bundan əvvəl çəkdiyim aktyoru
o köhnə aktyor idi və onu da insanlar unudublar. Amma yenə filmə baxanda ən azından onu tanımaq olur ki, bu filan aktyordur. Əjdər Sultanovun isə demək olar ki, filmləri yoxdur. Dəti filmi də köhnə səssiz filmdir. Ona indi baxan kimdir? Tamaşaları da ki, lent yazıları qalmayıb. Ona görə də bu insan artıq çoxdan unudulub. Yəni onların unudulmaması üçün nə etmək lazımdır? Mən bunu bilmirəm. Bəlkə də onlar haqqında orta məktəb dərsliklərinə bir məlumatlar, məqalələr salmaq lazımdır ki, insanlar, şagirdlər, uşaqlar balacalığından bu aktyorlar haqqında məlumatı olsun. Bilmirəm, Mədəniyyət və İncəsənət İnstitutunda onların aktyorluğundan, sənətindən tələbələrə dərslər keçirilir, keçirilmir. Bunu bilmirəm, amma çox güman ki, keçirilmir. Ona görə də gəlin çıxaq şəhərə, 100 nəfərdən Əjdər Sultanovu soruşaq, bəlkə də onun 99 nəfəri tanımayacaq. Və bunun günahı da bizdədir. Cəmiyyət olaraq biz öz sənətkarımızı qiymətləndirə bilmirik. Sənətdə göstərdiyi xidmətlərinə görə Əjdər Sultanova 1943-cü ildə əməkdar artist, 1949-cu ildə xalq artisti fəxri adı verilir. Bundan başqa 1938-ci ildə Şərəf Nişanı ordeni, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilir. Şəxsi həyatına gəldikdə isə Əjdər Sultanov 3 dəfə evlilik həyatı yaşayır. Birinci dəfə milliyyətcə acar olan Tamara adlı bir qadınla ailə qurur. Amma atası Əlabbas kişi Tamaranı gəlin kimi qəbul etmir. Çünki Əjdər valideynlərinin icazəsi olmadan evlənmişdi Tamara ilə. Ona görə də atası deyir ki, mən onu gəlin kimi evimə gətirməyəcəm. Çünki sən elin adət ənənəsini pozmusan. Yəni, valideynlərinin xeyir duası olmadan evlənmişdi Əjdər. Və bu evlilikdən onun Altay adlı oğlu dünyaya gəlir. Anası Raziyə xanımın, qohum əqrabanın çoxsaylı yalvarışları belə Əlabbas kişini razı sala bilmir. Bundan sonra da elə hansısa səbəblərdən, demirəm elə dəqiq bu səbəbdən, yəni valideyninin etirazına görəmi, yoxsa yox, Əjdər həmin Tamaradan ayrılır və oğlu da anası ilə yaşayır. İkinci dəfə dram teatrında işlədiyi dövrdə aktrisa Əminə Nağıyeva ilə ailə həyatı qurur. Siz Əminə xanımı yəqin ki tanıyarsınız, o bir neçə filmlərdə də çəkilib. Bunlardan Qəribə əhvalatda Balaca xanım. Balaca xanım, ay Balaca xanım. Nə olub ay qız? Bir zəhmət çək bura gəl. Düz görüm nə olub axı? Bir başa sal da. Nə olub? Görürsən, qonaq qalıb evdə, yəqin gedib o kefçil öyrət eləsin. Bu yazığı da keyfləndirib yıxıb bura. Özü də gerək saat 10-da kiravada yola düşsün, bəs nə edək? At bura bax. Sənə deyirəm ki, bu kişilərin kilovu gərək arvadların əlində olsun, deyirsən belə. Həyat bizi sınayır da Əminə xala. Əminə xala. 17, 18, 10. Ay oğul, dedim yoxdur. Ay müsəlman yoxdur də. Əminə xala, sizin oğlunuz var. Var idi, davadan qayıtmadı. Əminə xala, elə onun da atası davadan qayıtmı baxır? O bizim zavodda işləyəcək. Neyini evində uşağı bayırda qoyaq? Neçə yaşın var? 18. Deyəsən uşaq vaxtından süt yanıqısın. Qızıl Qaz filmində Nisə xala. Ley qayıdıb. İndi çoxları ondan tük salacaq. Tük salsa dərd yarıdır. Mən sədrə dedim axı, bu toyu çox tələsdirməsin. Vay, olmaya İsmail'lə haqq hesab çəkməyə qayıdıb, hə? Çoxdur onun filmləri və başqa filmlərdə çəkilib. Amma ən yadda qalan filmi Alma Almaya bənzər filmində tibb bacısı. Çox maraqlı bir obrazdır burada. Əminə xanım canlandırıb. Salam aleyküm. Gözləyin. Siz də gözləyin. Onda bu gülü verərsin. Çox sağ ol, verərəm. Siz də gözləyin. Siz də gözləməli olacaqsınız. Siz də gözləməli olacaqsınız. Sestra bacı, gərək mənə oğlan verəsiz. Oy, siz nə danışırsınız? Mən uşaq paylayıram beyə. Yaxşı, mən onu görə bilərəm. Yox, qanununa icazə verilir ay qardaş. Siz heç narahat olmayın, oturun. Narahat olma. Sizə nə var? Doğan siz deyilsiz ki. Siz nə danışırsınız ay qardaş? Amma bu evlilik həyatı da uzun sürmür. Onlar 50-ci illərin lap əvvəllərində boşanırlar. Əjdər Sultanov
Petramontina küçəsində yaşayırdı. Onun mənzili əvvəllər aktyor Ülvi Rəcəbdə olub. Deməli, 1937-ci ildə Ülvi Rəcəbi həbs edəndən sonra onun mənzilini əlindən alırlar. Daha sonra həmin evi Əjdər Sultanova verirlər. Əjdər müəllim ömrünün sonuna qədər o evdə yaşayır. Əminə xanımla boşananda da otağın birini bölür, verir Əminə xanıma. Yəni Əminə xanım kənara getmir. Görünür ki, onlar çox hörmətli şəkildə boşanırlar. Bundan sonra 50-ci illərin əvvəllərində Əjdər Sultanov 3-cü dəfə radioda işləyən Səriyə adlı xanımla ailə həyatı qurur və ömrünün sonuna qədər də onlar bir yerdə yaşayırlar. Amma nə Əminə xanımdan, nə də Səriyədən onun övladı olmur. Görünür ki, Tamara Əjdəri bağışlamamışdı. Oğlu Altayın taleyinə gəldikdə isə o gəmiçi idi. Həmişə uzaq səfərlərdə olurdu. Bildiyimə görə atasının ölümünə qədər onlar görüşmürlər. Taley Əjdər Sultanova daha sonra övlad verməsə də, o qardaşları və bacıları uşaqlarının içərisində ən çox sevdiyi Allahverdinin qızı Raziyə idi. Ola bilsin ki, bu balaca uşaq onun anasının adını daşıdığına görə ona xüsusi məhəbbəti vardı. Bəlkə də ürəyinin dərinliklərində Raziyəni övladlığa götürmək kimi bir istəyi də olub. Amma buna mane olan məqamlar vardı. Çünki Raziyə evin yeganə övladı idi. Amma buna heç Əjdər müəllimin ömrü də çatmır. Raziyənin heç 4 yaşı tamam olmamış, o dünyasını dəyişir. Əjdər Sultanov dram teatrının aparıcı aktyorlarından idi. Amma 40-cı illərdə o teatrdan inciyi düşdü. Təkcə teatrdan deyil, həm də doğma bibisi oğlu Ələsgər Ələkbərovdan. Onlar uşaqlıqdan bir yerdə böyümüşdülər. Dərnəyə birlikdə getmişdilər, məktəbdə, texnikumda bir yerdə oxumuşdular, teatrada bir vaxtda gəlmişdilər. Amma sonra nə baş verdisə, bu dost arasında, həm də dayıoğlu, biboğlu arasında küsülülük yarandı. Onlar hər ikisi 53 yaşında dünyalarını dəyişirlər. Əjdər Sultanovun ölümünə gəldikdə isə 1962-ci il yanvar ayının əvvəllərində institutda dərs zamanı onun anidən halı pisləşir və onu gətirirlər evə. Təcil yardım çağırırlar. Həkimlər Əjdər Sultanovu müayinə etdikdən sonra ailəsinə bildirir ki, onun ev şəraitində müalicə olunması təhlükəlidir. O mütləq xəstəxanaya getməlidir. Yanvar ayının 10-da həmin günü Əjdər Sultanovun ad günü idi. Onu xərəkdə leç komissiyaya aparırlar. Leç komissiyada o vaxtlar indiki urologiya xəstəxanasının binasında yerləşirdi. Və 2 gün sonra 1962-ci il yanvar ayının 12-sində Əjdər Sultanov elə həmin xəstəxanada dünyasını dəyişir. Əjdər Sultanovu köhnə qəbirstanlıqda dəfn edirlər. Onun ölümündən heç 2 il keçməmiş həyat yoldaşı Səriyə xanım Rauf adlı bir insanla ailə həyatı qurur. Onların da övladı olmur. Səriyə xanım Qazaxıstanda yaşayan bir qohumunun Səid adlı oğlunu övladlığa götürür. Səid gəlir burada yaşamağa davam edir və o teatrşünaslığı bitirmişdi. Səidin də sonraki taleyi olduqca acancaqlı olur. Səriyənin ikinci dəfə ailə qurmasını ona görə vurğuladım ki, bilirsiniz, bir kişi boşandıqda və yaxud da onun həyat yoldaşı dünyasını dəyişəndən sonra ikinci dəfə ailə quranda o qadını yaşadığı evə gətirə bilir. Bu normaldır. Amma bir qadının əri öləndən sonra və yaxud da ondan boşanandan sonra ərinin evinə evləndiyi kişini gətirməsi bu doğru əməl deyil. Və mən burada Səriyə xanımı qınamağa haqqım var. Səriyə xanım Əjdər Sultanovun evinə ikinci həyat yoldaşını gətirməməli idi. Gördüyünüz bu yer Əjdər Sultanovun ailə məzarlığı hesab olunur. Burada onun atası Əlabbas kişi dəfn olunub. O 1967-ci ildə, yəni Əjdər müəllimdən sonra dünyasını dəyişir. Burada Məryəm xanım var, onun bacısı, Mənzər xanım, Sara xanım və orada da deməli
bacısı qızı Nailə xanım dəfn olunub. Anası Raziyə xanım bir qədər aralıdadır. Qardaşı Allahverdinin yanında torpağa tapşırılıb. Gördüyünüz kimi Əjdər müəllimin məzarının üzəri təmizdir, yəni baxımlıdır. Onun qardaşı qızı Raziyə xanım bura gəlir, tez-tez buranı ziyarət edir. Təkcə Raziyə xanım deyil, yəni başqa bacılarının da övladları bura gələrkən buranı təmizləyirlər. Amma burada siz otlar görürsünüz. Bu otlar da yəqin ki, bu yaxınlarda yağış yağdı. Yaz ayıdır və yağış yağan kimi də bilirsiniz ki, ot çıxır. Ona görə də mən indi buranı bu otlardan təmizləyəcəm. Və Əjdər müəllimin yəqin ki, bugün ruhu şad olacaq. Çünki onun haqqında danışılmır. Yəni, bu insan sözün əsl mənasında unudulub. Və mən çalışacağım ki, bu videonu çəkməklə onu bir daha izləyicilərimə tanıtdırım. Və onu tanımayanlar da bilsinlər ki, Azərbaycanın Əjdər Sultanov kimi böyük nəhəng aktyor olub.
Bugünkü videomu Azərbaycanın xalq artisti, dövrünün ən görkəmli aktyorlarından biri olan Əjdər Sultanova həsr etdim. Və onun haqqında qısa da olsa məlumat verdim. Əsasən mənə onun şəxsi həyatı maraqlandırırdı və o məlumatları topladım və sizinlə bunu paylaşdım. Və sonda onun məzarını biraz səliqəyə saldım. Düzdür, çəkili deyildi. Adamın haqqına danışaq. Təmiz idi məzar. Sadəcə qeyd etdim mən o yağışdan sonra ki, o çıxan otlar vardı. Və otları da mən buradan götürdüm. Və ən əsası hər dəfə video çəkəndə tanınmış insanlar haqqında və sonda mən o məzarın təmizləyəndən sonra üzərinə su tökürəm belə. Və onda mənə elə gəlir ki, o qəbirdə uyuyan o insanın ruhu sərinlənir. Və mən ən nöqtəni orada qoyuram. Çıxışımın, videomun sonunu orada tamamlayıram və o suyu tökəndə həm məzarda olan insanın ruhunu sərinlətmiş oluram. Həm də özüm rahatlıq tapıram. Və bugün də Əjdər Sultanov haqqında video çəkməyimə qərar vermişdim və bunu etdim və bunu özümə borc bildim ki, ən azından bu verilişə baxan 100, 200, 300 nəfər Əjdər Sultanovu tanısın. Onun haqqında az da olsa bir düşüncəsi olsun. Bilsin ki, bir zamanlar Azərbaycanın belə bir qüdrətli aktyoru olub. Və sonda Əjdər müəllim haqqında məlumatları toplamaqda mənə yaxından köməklik göstərən onun qardaşı qızı Raziyə xanıma təşəkkürümü bildirirəm. Bilirəm ki, Raziyə xanım Əjdər Sultanovun yaşanmasında, onu tez-tez xatırlamasında böyük əməyi var. Əjdər müəllimin yəqin ki, bugün ruhu şad olacaq. Allah sənə rəhmət eləsin, Əjdər müəllim.